Yaşla bağlı penis kiçilirmi? Bəli, əslində yaşı ilerlənmiş kişilərdə penisim kiçildimi kimi böyük narahatlıqlar yaranır. Bunun cavabı həm bəli, həm də xeyirdir. Penisi kiçildən penisin uzunluğunu və enini azaldan bəzi xəstəliklərimiz var. Heyron xəstəliyi kimi bəzi struktur xəstəliklər penisdə kiçilmə halları ilə qarşımıza çıxa bilər. Lakin bu növ vəziyyətdə adətən yalnız penis kiçilməsi deyil, eyni zamanda asimetriyalarda müşahidə olunur. Bununla yanaşı xəstələrin yaşı artdıqca irəliləyən yaşlarda ereksiya potensialı aşağı düşür və xəstələr 100% ereksiyaya nail ola bilmirlər. 100% ereksiyaya çata bilmədikdə isə penisin boyunun qısaldığını düşünürlər. Əslində buradakı problem penisin boyunun qısalmasından ziyadə penisin 100% ereksiya vəziyyətinə gələ bilməməsidir. Penis bir şar kimidir. Ətrafını saran bir qişa var. Bu toxumanın içini nə qədər yaxşı qanla doldursaz, o qədər final ölçüyə çatmış oluruq. Yaş ilerlədikcə təbii ki, testosteron da müəyyən qədər düşür və testosteron penis üzərində müəyyən qədər təsirləri var. Bunlardan birisi də oradakı dəri altı toxumaların yavaş-yavaş testosteron azlığına bağlı incəlməsi və ya balacalaşmasıdır. Bu da bəylərdə çox minimal şəkildə yaş ilerlədikcə kiçilir kimi görüntüyə səbəb ola bilər.